Salam, balıqlar, xəyalların arxasından çıxıb sərvətin mərkəzinə yürüyürsünüz. Bu həftə suyun dibindəki o gizli xəzinəni tapmaq və bütün çətinlikləri bir çırpıda yox etmək vaxtıdır. Əziz, hər zaman incə ruhlu, qəlbi mərhəmətlə dolu və kainatın bütün sirlərini özündə daşıyan balıq bürcləri, gəlin bu dəfə heç bir pərdə arxası olmadan ən sərt və ən güclü cümlələrlə danışaq. Çünki sizin o incə ruhunuzun arxasında bəlkə də heç kimin təsəvvür edə bilməyəcəyi qədər nəhəng bir dəniz gücü yatır. Uzun müddətdir ki, siz öz dünyanızda, öz xəyallarınızda, bəlkə də başqalarının dərdlərini öz çiyinlərinizə alaraq yaşayırdınız və bu da sizi həqiqi potensialınızdan, o böyük maliyyə uğrundan kənarda saxlayırdı. Amma 20-26 iyul tarixləri sizin üçün artıq özünüzü dünyaya sübut etmək, o yumşaq qəlbinizin arxasındakı polad iradəni ortaya qoymaq və nəhayət ki, o çox arzuladığınız maddi azadlığa qovuşmaq üçün ən ideal dövrdür. Kainat sizdən bu həftə kəskin şəkildə tələb edir. Artıq kimsənin kədərini, kimsənin uğursuzluğunu öz boynunuza götürməyi dayandırın, çünki siz xilaskar deyilsiniz, siz öz həyatınızın baş qəhrəmanısınız. İyulun 20-si və 21-i həftənin ilk günlərində içinizdə qəribə bir oyanış, bəlkə də aylardır hiss etmədiyiniz o güclü qazanmaq ehtirası baş qaldıracaq. İş yerinizdə və ya biznes mühitində sizi illərdir kölgədə saxlayan, sizin ideyalarınızdan qazanc əldə edib sizi kənara itələyən o insanlar bu həftə sanki qarşınızdan çəkilməyə başlayacaqlar. Çünki siz artıq o qədər parlaq, o qədər özgüvənli görünəcəksiniz ki, heç kim sizin yolunuzu kəsməyə cəsarət etməyəcək. İyulun 22-si və 23-ü ərəfələrində pul evinizdə inanılmaz bir hərəkətlilik yaşanacaq. Uzun müddətdir gözlədiyiniz, bəlkə də ümidinizi kəsdiyiniz o böyük maliyyə daxil olmaları, imzaladığınız müqavilələrin gətirdiyi qazanc sizi çoxdan arzuladığınız o lüks, rahat və heç kimdən asılı olmadığınız həyata bir addım da yaxınlaşdıracaq. Lakin diqqətli olun, balıqlar, sizin ən böyük zəifliyiniz bəzən əlinizə keçən vəsaiti dərhal yenidən riskə atmaq, daha çoxunu istəyirəm deyib sərhədləri aşmaq və ya başqalarına kömək etmək adı ilə pulu havaya sovurmaqdır. Bu həftə yatırımlarınızda çox ciddi, çox soyuq və hesablanmış qərarlar verin. Duyğularınızı, o qəfil alovlanan qazanc ehtirasınızı tamamilə söndürün, qoy rəqəmlər, qrafiklər və reallıq danışsın. Hər bir qəpiyin hesabatını aparın, çünki bu sadəcə pul yox, bu sizin azadlığınızın və gələcək imperiyanızın təməl daşıdır. Ətrafınızdakı insanlar bəlkə də sizin bu qətiyyətli və ciddi duruşunuzu, pul qazanmağa olan bu fanatik bağlılığınızı başa düşməyəcək, sizi dəyişmisən deyə qınayacaqlar. Qoy desinlər. Sizin hədəfiniz kütlənin rəyi deyil, kütlənin fövqündə duran o zirvədir. Həftənin ortalarına doğru, xüsusən də cümə axşamı, münasibətlərinizdə biraz gərginlik hiss oluna bilər. Partnyorunuz, ailə üzvləriniz və ya dostlarınız sizin daim öz işinizə, planlarınıza, maliyyə hesablamalarınıza odaqlanmağınızdan şikayətlənə bilərlər. Onlara bir dəfə, amma çox aydın izah edin, siz bu qədər gərgin çalışırsınız ki, nəinki özünüz, həm də onlar üçün gələcəkdə daha rahat, daha firavan bir həyat qurasınız. Əgər sizi anlamaq istəmirlərsə, bu onların problemidir, sizin deyil. Siz bir körpü qurursunuz, o körpüdən keçmək üçün isə təməllərin möhkəm olması lazımdır. Subay balıqlar üçün isə bu həftə münasibətlərdə çox ciddi bir sınaq dövrüdür. Sizə sadəcə qəlbinizi əyləndirəcək yox, sizin o dərin, mistik və mürəkkəb xarakterinizi daşıya biləcək, uğur yolunda sizə sarsılmaz bir dayaq, bir güc ortağı ola biləcək insan lazımdır. Yüngül, məsuliyyətsiz və hər şeyə çox rahat yanaşan insanları həyatınızdan uzaqlaşdırın, çünki onlar sizin uçuşunuza mane olan ballastlardır. Siz onsuz da tək başına zirvəyə çıxmağı bacarırsınız, amma yanınızda sizinlə eyni tempdə, eyni ciddiyyətlə addımlayan biri olsa, bu yol həm daha sürətli, həm də daha zövqlü olar. Həftə sonuna 25-26 iyul tarixlərinə yaxınlaşdıqca özünüzə biraz vaxt ayırmağı, bədəninizi və zehninizi yeniləməyi unutmayın. Sizin bədəniniz çox həssasdır, lakin o da bir maşın kimidir və ona vaxtında baxım etmək lazımdır. Ayaqlarınıza, ayaq biləklərinizə xüsusi diqqət yetirin, bu sahədə yaranan spazmlar əslində sizin o daim qaçmaq, yeniliyə doğru irəliləmək istəyib də özünüzü saxladığınız o anların fiziki təzahürüdür. Mümkünsə suya yaxın yerlərdə olun, çünki balıq bürcünün enerjisi məhz suyun hüzurunda, dənizin, okeanın kənarında bərpa olunur. Orada, o sahilin səssizliyində, şəhərin səs-küyündən uzaqda oturub gələcək illərin vizyonunu cızın. Unutmayın ki, sizin həyatdakı missiyanız sadəcə ayaqda qalmaq deyil, hər kəsin çatmağa qorxduğu, çatmağı belə ağlına gətirmədiyi o ən yüksək zirvəyə bayrağınızı sancmaqdır.
Sizə verilən bu qabiliyyətlər, bu dərin intuisiyanız, bu bitməz tükənməz xəyal gücünüz boşuna deyil, siz kainatın nizamını, ilahi nizamını yer üzündə təmsil edən xüsusi bir enerji daşıyıcısınız. İndi əlinizə keçən bu maliyyə fürsətlərini bir oyun kimi yox, bir strateji savaş kimi idarə edin. Hər addımınız zərgər dəqiqliyi ilə, hər qərarınız elmi əsaslarla verilməlidir. İnsanların sizə bu qədər də çətin deyil, biraz boşal deməsinə qətiyyən fikir verməyin, çünki onlar zirvəyə çıxmağın necə böyük bir konsentrasiya tələb etdiyini anlamırlar. Siz anlaya bilərsiniz. Məhz siz balıqlarsınız. İllərdir özünüzü sübut etmək üçün vuruşdunuz, indi isə sübut etməyin vaxtı bitdi, indi artıq idarə etməyin, hökmranlıq etməyin zamanıdır. Güzgünün qarşısını keçin və o ciddiyyətlə, o polad baxışlarla özünüzə xatırladın. Siz bu dünyaya qulluq etməyə deyil, bu dünyanı öz intizamınızla, öz zəhmətinizlə yenidən qurmağa gəlmisiniz. Heç bir kədər, heç bir maddi çatışmazlıq, heç bir insani münasibət sizin o böyük hədəfinizdən, o qızıl zirvənizdən sizi yayındıra bilməz. Bu həftə hər şey, hər bir detal, hər bir təsadüfi görüş sizin maliyyə yüksəlişinizə xidmət edir. Sadəcə diqqətli olun, fürsətləri tanıdın və onları zəncirləyib öz tərəfinizə çəkin. Həyatınızın sükanı tam olaraq sizin əllərinizdədir və o sükanı necə çevirəcəyiniz, hansı limana yan alacağınız tamamilə sizin bu həftə qəbul edəcəyiniz qərarlardan asılıdır. İntizamınız sizin silahınız, zəhmətiniz sizin qalxanınızdır. İndi gedin və o zirvədə yerinizi möhkəmlədin, çünki orası məhz sizin üçün yaradılıb. Sizin həyatınız bir incəsənət əsəridir və bu həftə o əsərin ən parlaq, ən bahalı daşlarını yerinə qoyursunuz. Kimsə sizin sürətinizi tənqid edə bilər, amma unutmayın ki, dərin suların balığı nə qədər çox üzərsə, o qədər böyük məsafə qət edər. Siz həm sürətli, həm də çox dərinsiniz. Hər bir qərarınızın arxasında durun. Şübhə sizin üçün deyil. İnsanların yoxlarına hər deyəcək qədər güclü, gələ bilməzsən dediklərinə qapını sındırıb girəcək qədər cəsarətli olun. Bu həftə özünüzə yatıracağınız ən böyük investisiya məhz öz iradənizə olan inamınızdır. Ətrafdakıların gözündəki o təəccüb, bəlkə də qısqanclıq sizin qurduğunuz o böyük binanın ilk mərtəbələrinin yüksəlişidir. Sizdən daha nə istəyirlər? Sizin uğurunuz əslində onların da həyatına bir nizam gətirir. Sadəcə bu dəfə heç kimə əl tutmaq məcburiyyətində deyilsiniz. İlk növbədə özünüzü, öz maliyyə və mənəvi azadlığınızı təmin edin. Qalan hər şey, bütün o xırda detallar zamanı gələndə öz yerini tapacaq. Siz artıq zirvəyə gedən yolun yarısını keçmisiniz və bu həftə o yolun ən dik, ən çətin, amma mənzərəsi ən möhtəşəm olan hissəsini qət edirsiniz. Nəfəsinizi dərindən alın, ayaqqabılarınızı möhkəmlədin və bir an belə arxaya baxmadan o zirvəyə doğru irəliləyin, çünki orada sizi gözləyən mənzərə, bütün bu keçdiyiniz əzabların, çəkdiyiniz bütün o zəhmətlərin ən böyük mükafatı olacaq. Unutmayın, balıqlar, kainatın ən sarsılmaz qanunu budur, zəhmət çəkən qazanır, intizamlı olan idarə edir. Və bu həftə siz hər ikisini də edirsiniz. Zirvə sizinlə gözəlləşir, balıqlar, dərin suların gücü ilə bu həftənin hər saatını zəfərə çevirin və dünyaya kimin hökmranlıq etdiyini göstərin.